Amerika prezidenti Donald Trump İrana qarşı son dərəcə sərt və açıq mesaj verib. Onun Ağ Evdə keçirdiyi brifinqdə səslənən "İranı bir gecədə məhv edərəm. Bu, sabah gecə ola bilər" bəyanatı artıq adi siyasi ritorika deyil, konkret hərbi ultimatum kimi dəyərləndirilir. Trump bu bəyanatla yanaşı İrana müəyyən vaxt da verdiyini açıqlayıb. Onun sözlərinə görə bu müddət Amerika vaxtı ilə 7 aprel saat 08:00 radələrində başa çatır. Bu isə faktiki olaraq Vaşinqtonun səbir limitinin bitdiyini və qərar anının yetişdiyini göstərir. Məhz bu kontekstdə Trumpın "bir gecədə məhv edərəm" ifadəsi beynəlxalq müşahidəçilər tərəfindən xüsusi narahatlıqla qarşılanıb. Analitiklər hesab edir ki, burada söhbət sadəcə konvensional hava zərbələrindən getmir. Əksinə bu ifadə daha ağır və dağıdıcı ssenarilərin, o cümlədən taktiki nüvə silahından istifadə ehtimalının kodlaşdırılmış mesajıdır. Ekspertlər xüsusilə İranın nüvə proqramının əsas layıqları sayılan Fordo və Natanz obyektlərini mümkün əsas hədəflər kimi göstərir. Onların fikrincə, bu obyektlərin birdəfəlik sıradan çıxarılması üçün ən sərt variantlar, o cümlədən taktiki atom zərbəsi real müzakirə predmetidir. Belə bir ssenarinin reallaşması isə artıq yalnız İran üçün deyil, bütün region və dünya üçün yeni təhlükəli mərhələnin başlanğıcı ola bilər. Bu, yaxın şərqdə münaqişənin nəzarətdən çıxaraq qlobal miqyaslı qarşıdurmaya çevrilməsi riskini kəskin şəkildə artırır. Hazırda bütün diqqətlər Trumpın bu ultimatumdan sonra hansı addım atacağına yönəlib. Vaxt bitib. Növbəti mərhələ isə ya diplomatiya, ya da dağıdıcı zərbə olacaq.